Nahid Hacıyev, Payız leysanları, roman. Məhəbbət odur ki, odu sönməsin, insan yaşadıqca üzü dönməsin. Nizami Gəncəvi. Sorma hara getdi o həmdəm, o dəm, neçin məhəbbətdən soymuşam mən, heç kəsə əzizim deyə bilmirəm, sevən sevə bilməz bir də yenidən. Aleksandr Sergeyeviç Puşkin. Ay qız, nə olub? Yenə qəmli mahnıya dönmüsən? Özümdə deyildim. Qəflətən eşitdiyim bu səs səksəndirdi məni. Sümüklərim uçundu. Qanrılıb geri baxdım. Gələn Şəhla idi. Mənim ən yaxın həmdəmim, ən yaxın rəfiqəm. Bu qədər adam içində nədənsə təkcə ona mehr salıb bağlanmışdım. Bircə gün görməyəndə darıxırdım. O hərdən işə gəlməyəndə, ya gecikəndə gözüm qapıda qalır. Qəribədir, 2 aydır tanıyırıq bir-birimizi. Buna baxmayaraq, doğmadan da doğma olmuşuq. Şəhlaya elə isnişmişəm ki, nə vaxtsa ondan ayrılacağımı xəyalıma gətirəndə ürəyimi qəm-qüssə alır. Tez-tez fikirləşirəm. Nə olaydı, Şəhla kimi bir bacım, bir ürəkdən yananım olaydı. Onun başı hələ özünə qarışmışdı. Üst başını səliqəyə salırdı. Nəhayət xalatını geyinib, əl güzgüsündə özünü ötəri baxışlarla süzərək mənə yaxınlaşdı. Yaxşı ki, Adil evdə idi, maşınla gətirdi. Heç bayıra çıxmalı hava deyil. Keçmə payızın da bu işindən. Mən isə əksinə, payızın çiskinli, çəsəkli vaxtlarını xoşlayıram. Sən də danışmağa söz tapdın? Şəhla üz gözünü turşutdu. Payız başdan başa qəm-qüssədir. Heyf deyil yaz, yay. İlin bu çağlarında adamın ürəyi sinəsində pərvaz eləyir. Sən bir ora bax. Şəhla üzünü pəncərəyə sarı çevirdi. Hə, baxdım, nə var ki? Diqqətlə bax. Yağış, külək, adamın canına üşütmə düşür. Deməli payızın bu gözəlliyini görmürsən. Onun ürək titrədən mahnısını eşitmirsən. Şəhla dönüb qıyqacı mənə baxdı. Səni qınamıram dedi. Görünür kənd havası hələ burnundan getməyib. Yox, təkcə o deyil. Bəs nədir? O əlini irəli uzadıb qolumdan yapışdı. Bu nə adətdir səndə? Nə qədər əli qoynunda gəzəcəksən? Cavan qızsan, kənardan göz qoyurlar. Özümdən asılı olsaydı. Şəhlanın dupduru bulağı xatırladan iri, ala gözlərindəki işıq sozaldı. Göyərçin, mən səndən böyüyəm, elə deyilmi? Şəhlanın sual edici baxışları üzümə zilləndi. Azmaz, deyə qımışdım. Hər halda həyat təcrübən də səninkindən çox olar. Buna söz yox. Məndən sənə əmanət. Bacar dərsləri özünə yaxın buraxma. Bacarsaydım, nə dərdim olardı ki? Göyərçin, Şəhlanın səsi titrədi. Bil və agah ol. Bu dünyada çox az adam tapılar ki, yerdən göyə xoşbəxt olsun. İnsan qəlbi sehirli, sirli bir aləmdir. Bu aləmə başvursan, görərsən ki, yer üzündə dərdi olmayan yoxdur. Fərq bircə bundadır ki, birininki az, birininki çoxdur. Biri dözə bilir, biri dözə bilmir. Bu dünyada xoşbəxtlikdə dözməyi bacaranlarındır. Ataların gözəl sözü var. Dünyanı yalnız ümidlə, səbirlə yenmək olar. Şəhla adətən çox danışmağı, öyüd nəsihət verməyi xoşlamırdı. Ancaq bugün nədənsə dil-dil ötürdü. Görünür yana-yana, bacı istəyi ilə dediyi bu sözlər çoxdan bəri sinəsinin başında çilləkən bağlayıbmış. O dediyi sözlərin cavabını gözləyərmiş kimi birdən-birə sustu. Mən də bu dalğın sükuta qoşuldum. Bayırda isə şırrama yağış yağır, yağırdı. Nədənsə mənə elə gəlirdi ki, bu yağış indiyəcən görmədiyim bir yağışdı. Heç vaxt səngiməyəcək. Elə hey yağacaq, yağacaq. Və mən də onun soyuq şırıltısına qarışıb bu dəlisov payızın içində itəcəyəm. Şəhla gəlməmişdən qabaq məni pəncərə qarşısında qəmli mahnı kimi donduran, düşüncələrimi pərən-pərən eləyən bir çınar yarpağı olmuşdu. Xallı kəpənəyi xatırladan bu yarpaq pəncərənin yaş şüşəsinə ilişib qalmışdı. Bu şırrama yağış, şıdırğı külək olmasaydı, bəlkə də hələ neçə gün budağından üzülməzdi. Külək, yağış döydükcə yarpaq köçündən ayrı düşmüş durna kimi çırpınırdı. Bu payız yarpağının tənhalığı, titrəyişi ürəyimə od qalayırdı.
Qəribədir, özümlə, öz taleyimlə bu tənha yarpaq arasında nəsə bir doğmalıq, yaxınlıq görürdüm. İndi nə küləyin, nə də yağışın səsini eşidirdim. Xəyalım yaşıl bir ümidə bürünmüşdü. Payız bu ümidi öz budağından üzə bilmirdi. Bu sənətkar qəlbinin yaratdığı möcüzə idi. Ümid möcüzəsi. Şəhla, bir hekayə var, Son yarpaq. Onu oxumusan? Şəhla başını buladı. Yox, kim yazıb? Amerika yazıçısı Henry. Sən də nə qoyub nə axtarırsan? Şəhlanın qalın, çatma qaşları qaranquş qanadı kimi gərildi. Güya öz yazıçılarımızın əsərlərini oxuyub başa çıxmışam. İndi də qalıb Amerika yazıçıları. Çox gözəl hekayədir. Oxusan mənə sağ ol deyərsən. Yəqin sevgidəndir, hə? Şəhla ehmalca əlini kürəyimə vurdu. Asudə vaxtımızda danışarsan, qulaq asaram. Bir var başqasından eşidəsən, bir də var özün oxuyasan. Məzmunu çox sadədir. Ancaq sən gəl onun təsirinə bax. Hərdən mənə elə gəlir ki, Henry mənim həyatımı, taleyimi yazıb. Oxuyanda sarsılıram. Yenə başladın? Şəhla tərs-tərs üzümə baxdı. Neyniyim, özümdən asılı deyil ki. Uşaqlıq eləyirsən, göyərçin. Yox Şəhla, yox. Hələ yaxşı ki, bu iş var. Başım qarışır. Yoxsa inandırıram səni, dəli olaram. Axşamlar evə girə bilmirəm. Deyirəm indicə divarlar yeriyib üstümə gələcək. Qapıdan içəri girən kimi televizor açıram. Bir də o vaxt söndürürəm ki, diktor gecəniz xeyrə qalsın deyir. Şəhla nə qədər deyib gülən, şux, zarafatçıl bir qadın olsa da, ürəyi çox yuxa idi. Adamın qəlbini bir baxışla oxuyurdu. Bayaq içəri girəndə üz gözündən fərəh yağırdı. İndi birdən-birə çöhrəsi buludlanmışdı. Bilirdim ki, yenə mənim barəmdə düşünür. Göyərçin, bu cür çox davam gətirə bilməzsən dedi, özünü üzərsən. Darıxanda adam arasına çıx, kinoya, teatra get, qoy fikrin dağılsın. Adın göyərçindir, özün də göyərçin ol. İndi sənin elə vaxtındır ki, gərək quş kimi pərvaz eləyib, xoşbəxtliyinə doğru uçasan. Bəs xoşbəxtlik səndən qaçırsa, onda necə? Nə qədər qaçsa da, sən onu haqlamalısan. Yorulub yolda qalsan, İradəni yığıb nağıllardakı kimi getdikcə getməlisən. Bir də görəcəksən ki, bir də görəcəm qarşıma bir bağ çıxdı. Hər yan gül çiçəkdir. Hovuzlarda sonalar üzür, budaqlarda bülbüllər cəhcəh vurur. Elə bu vaxt görürsən ki, Şəhlanın yanaqları sanki günəşlənmişdi. Bəlkə də könlümü açdığı üçün belə sevinirdi. Gülə-gülə dedi. Gülçiçək dərə-dərə bir oğlan sənə sarı gəlir. Baxışlarınız görüşür. Sən başını aşağı salırsan, oğlan da susur. Sonra yavaşca əlindən tutub pıçıldayır. Sən mənim evimin çırağısan. Şəhla dedim. Hər şey sənin danışdığın kimi olsaydı, xoşbəxt olmağa nə vardı? Mənə elə gəlir ki, insanlar yalnız nağıllarda xoşbəxt olurlar. Şəhla qəflətən pəncərəyə sarı boylandı. Mən də baxdım. Bayaqda o tənha yarpağı külək aparmışdı. Nədənsə birdən-birə içimə soyuq doldu. Üşüdüm. Şəhlanın gözləri yol çəkirdi. O xeyli müddət tərpənmədən beləcə qaldı. Öz-özü ilə söhbət edirmiş kimi çox dəbdə olan, sevilən, ey həyat, sən nə qəribəsə mahnısının sözlərini dilə gətirdi. Ötən ömür nağıl olur. Ey həyat, sən nə qəribəsən. Doğrudan da həyat nağıldır. Nağılı da, xoşbəxtliyi də insan özü yaradır. Şəhla getdikcə budaqlanan söhbətin əl-ayağını yığışdırıb tək ki xoşbəxtlik olsun dedi. Buracan nə görmüsən, görmüsən. Allah eləsən bundan sonra dəbbala səndən uzaq olsun. Hər gecənin bir gündüzü var. Heç darıxıb ürəyini sıxma. Hər şey yaxşı olacaq. Gör bacın sənin toyunda necə sındıracaq. Göyərçin, ürəyimə damıb ki. Qapı şaqqıltı ilə açıldı. Şəhlanın sözü ağzında yarımçıq qaldı. Gələn növbətçi rejissor Ələddin idi. O üzünü Şəhlaya tutub, bugün mühüm hökumət tədbiri var dedi. Material hamısı video yazı gedəcək. Deməli heç bir işimiz olmayacaq? Şəhla razılıqla soruşdu. Yox, həmişə xeyir xəbər olasan. Sən də. Ələddin boynunu əyərək məmnun halda başını tərpədib qapıdan çıxdı. Yaxşı oğlandı. Şəhla onu təriflədi. Hələ indiyəcən bir adamın xətrinə dəydiyini görməmişəm. Şəhlanı cırlatmaq üçün qəsdən dedim. Yalan sonu yaxşı ilan vursun. Təpədən dırnağacan müəmmadır. Günahkar sənsən göyərçin.
Şəhla xalatını soyunub səliqə ilə qatladı. Yazığı dəli eləmisən, dərdini deməyə ürək eləmir. Mən bilirəm nələr çəkir. Sənin yerinə olsaydım, tanrıma təpi yatmazdım. Vallah gözlərinin üstündə saxlayar səni. Əvvəlki arvadı kimi, hə? Mən güldüm. Adamın adı çıxınca gərək canı çıxsın. Şəhla irəli yeridi. Namus məsələsi çətin işdi. Ələddinin yerinə başqası olsaydı, bəlkə də qan salardı. Deyirlər qara gün əhvalatı biləndən sonra bir daha o evə ayaq basmayıb. Ürəyim yanır ona, ayaq üstə kölgəyə dönüb. Şəhla ağır-ağır başını yırğaladı. Gözəl alıb, bədəsi çıxıb. Neynəsin? Yadıma müdrik bir məsəl düşdü. Dedi, arvadı əri saxlayar, pendiri dəri saxlar. Bəlkə arvadın cilovunu buraxıbmış. Arvadını güdən kişilərə nifrət eləyirəm. Şəhlanın sifəti dartıldı. Arada qarşılıqlı hörmət, inam olmasa, bilmirəm bir yerdə necə yaşamaq olar. Deyilənə görə o bədbəxtin arvadı lap tələbə vaxtından. Bəs onda niyə alırdı onu? Bəlkə qız özü tora salıb, asılıb boğazından. Belələri o qədərdi ki, ola bilsin keçmişindən xəbəri olmayıb. Deyə bilmərəm, bəlkə də gözəlliyini aldanıb. Şəhla qollarını sinəsində çarpazlayaraq qapıya getdi. Sonra dabanı üstə geri döndü. Məncə gözəl almağa çalışan kişilərin ağlı yoxdur. Dilim dinc durmadı. Şəhla dedim, bəs sən özün gözəl deyilsən? O acca tutulan kimi olsa da söz altında qalmadı. Kaş dünyadakı kişilərin heç olmasa yarısının qismətinə mənim kimi qadın düşəydi. Səsindəki duruluq, məğrurluq bir qadın səadətinin işığı idi. Bu işıq onun çöhrəsində günəşlənib, gözlərində yuvalanmışdı və Şəhla ilə kəlmə kəsib, onu dindirəndə adamın qəlbi bu işıqla isinir, bu işıqla dolurdu. Evim, uşaqlarım, bir də sanki nədənsə ehtiyat edirmiş kimi sözünün axırını ləngitdi. Bir də Adil, budur mənim dünyam, sevincim, sənə də belə bir sevinc arzulayıram göyərçin. Həmişə sevinc içində olasan. Şəhla bugün mənim gözümdə nə qədər ucalmışdı. Açığı indiyəcən onunla belə ürək söhbəti eləməmişdik. İkimiz də həmişə müəyyən sərhəd gözləmişdik. Hətta ilk vaxtlar mənə nədənsə elə gəlmişdi ki, o hardasa özünü çəkir. Gözəlliyi, xoşbəxtliyi sezdirməyə, qürrələnməyə çalışır. Ancaq günlər ötdükcə, yaxından tanıyıb bələd olduqca hiss edirdim ki, Şəhlanın özü kimi ürəyi də təmizdir. Ərinin adını dilinə gətirəndə həmişə onun gözlərinin dərinliyində bir qığılcım peyda olurdu. Düşünürdüm ki, bu sehirli qığılcımı Şəhlanın gözlərində yandıran odlu bir ürək var və bu ürəyi sinəsində gəzdirən insan və bu insan bizim hər gün gördüyümüz, səsini eşitdiyimiz adi insanlardan deyil. Onun görkəmi də, qəlbi də başqadır. Yaddaşımı çözələdim, hörmət elədiyim, rəğbət bəslədiyim tanışları bir-bir xəyalıma gətirdim. Adili onlarla yanaşı qoyub, onlara tay tutmağa çalışdım. Birdən illərin dumanı içindən bir cüt göz boylandı. Bu, Muradın gözləri idi. Bədənim uçundu. Elə bir ürəyimi sıxdılar. Özümü güclə ələ aldım. Yaxşı ki, Şəhla heç nə sezmədi. Yoxsa məni sorğu-suala tutub, hər şey öyrənmək istəyəcəkdi. Muradla sonuncu dəfə təsadüfən rastlaşdığımız vaxtı xatırlayırdım. O baxışların qarşısında dağ da tab gətirməzdi. Bu bilmirəm nə təsadüf idi, yoxsa taleyin əzablı oyunu idi. Birdən küçədə üz-üzə gəldik. Nə onun yan keçməyə imkanı, vaxtı oldu, nə də mənim. Elə bil ki, ikimizin də ayaqları yerə yapışmışdı. Donub qaldıq. Gözlərimə inana bilmədim. Murad necə də dəyişmişdi. Sanki sehirlənmişdim. İxtiyarım özümdə deyildi. Xoş gördük, göyərçin. Murad əlini irəli uzatdı. Xoş gördük. Mən də əl verdim. Nə var, nə yox? Əlimi əlindən buraxmayaraq soruşdu. Bədənim od içində idi. Gözlərim dumanlanmışdı. Sağ ol dedim. Səsim özümə yad gəldi. Onunla ilk dəfə idi ki, sağ olla danışırdım. Günəş necədir, çoxdandır görmürəm, deyə əlimi geri çəkdim. Salamı var, köçürdük getdi. Muradın səsi titrədi. Eşitmişəm bu yaxında sənin də toyundu. Təbrik eləyirəm. Hər halda köhnə qonşu yox. Çağırsanız gələrik. Qəhər məni boğdu. Bulud kimi doluxsundum. Küçənin ortası olmasaydı, leysan tökərdim gözlərimdən. Ürəyimdəki tufanı deyəsən o da hiss eləmişdi. Peşmanlığını bildirdi. Bağışla göyərçin, bilmədim, könlünə dəydim.
Özün bilirsən anam sənin xətrini nə qədər istəyir. Nə olsun ki, bu toy bizim qismətimiz deyilmiş. Hər şeyi yaxşı başa düşürəm. Bu iş nə səndən asılıdır, nə məndən. Bütün istəklər yerinə yetsəydi, dünya toy bayram olardı. Görünür, bizim taleyimiz də belə imiş. Onun sözləri qurğuşun kimi ürəyimi dəlib keçirdi. Ancaq bu sözlər nə qədər doğma və şirin idi. Sinəm alışıb yanırdı. Mənim də ona deməli sözüm vardı. Deyə bilmirdim. Nitqim qurumuşdu. Elə bir lal olmuşdum. İlk baxışda adilsən deyən o qədər də yapışıqlı deyil. Şəhla ərindən söz saldı. Sanki o məni qarışıq, dolaşıq fikirlərin burulğanından ayırmaq istəyirdi. Şəhlanın dodaqları qaçdı. Ancaq ürəyinə söz ola bilməz. Bizimkilər onu birinci dəfə görəndə bəyənməmişdilər. Hamısı bir yana olmuşdu, mən də bir yana. Çox istədilər işimi əysinlər. Bacarmadılar. Atam deyirdi, yetimin biridir, nə bilək hansı yuvanın quşudur. Anası yox, atası yox. Anam da ona qoşulurdu. Heç olmasa Tanrı sir-sifət də verməyib. Xortdana oxşuyur, adam qorxur. Gözüm baxa-baxa qızımı oda ata bilmərəm. Böyük bacımın tənələri məni lap boğaza yığmışdı. Ay qız, ağlını başına yığ, o sənin tayın deyil. Sonra peşman olub dizinə döyəndə heç kəs köməyinə gəlməyəcək. Bəri başdan rədd elə getsin. Heç olmasa yaxşı qulluğu, ev eşiyi, bağı, maşını olsaydı dərd yarı idi. Bu tənələr məni öldürürdü. İkimiz də başımızı itirmişdik. Neyniyək, necə eləyək? Evdəkilərin heç biri yumşalana oxşamırdı. Mən də iki ayağımı bir başmağa cütlüyüb, varsa da adildir, yoxsa da adildir deyirdim. Onun xatirinə dəysəniz, gedib özümü dənizə atacam. Sizin də canınız qutarsın, mənim də. Axırda gördülər ki, bıçaq sümüyə dirənib. Qolları yanlarına düşdü. Şəhlanın bənizi avazımışdı. Elə bil həmin günlərin həyəcanını, ağrısını, acısını təzədən yaşayırdı. Sənə heyranam Şəhla, deyə onu qucaqladım. Nəyə görə? Vaxtında mən də sənin kimi özümdə güc, iradə tapa bilsəydim, indi belə olmazdı. Xoşbəxtlik çətin qazanılanda daha şirin olur. Şəhla gözucu saata baxdı və həmişə özü ilə gətirdiyi iri bazarlıq çantasını asılqandan götürüb, birdən bufet bağlanar dedi. Deyirlər qara külü var. Bayaq getmişdim, gözümə dəymədi. Hardan dəysin gözünə? Şəhla gülümsədi. Olsa da altdan verirlər. Özü də hər adamı yox. Sənin üçün də götürüm. Neynirəm? Tək adamam. Birdən kimsə qapını açdı. Kim açacaq ay Şəhla? Onda gözlə məni, bu saat qayıdıram dedi. Bir yerdə gedəcəyik. Görək, yağış aman versə. Versə də, verməsə də getməliyik. Burada qalası deyilik ki. Şəhla qapının ağzında görünməz oldu. Pəncərəyə baxdım. Bayaqki o tənha payız yarpağının üşərtisi təzədən canıma keçdi. İndi mən suya düşmüş qanadı sınıq quş kimi bu soyuğun, yağışın, küləyin dalğasından çırpınıb çıxmaq istəyirdim. Yenidən xəyalən o yay gününə qayıtdım. Yenə üzbəüz dayanmışdıq. Aramızda 2 addım məsafə vardı. Bu 2 addımın sehrində donub qalmışdıq. İndi özümü nə qədər qınasam, nə qədər yanıb yaxılsam da, səsim, harayım kimə çatasıdır? Niyə o zaman könlümün istəyini içimdə boğdum? Niyə bilmədim ki, bu 2 addımın sehrini qırmasaq, bu dünyada bizə xoşbəxtlik nəsib olmayacaq? Bütün günahları özümdə görürəm. Niyə mən də Şəhla kimi olmamışam? Bəlkə də bu təsadüfi görüş taleyin bizim üçün bir sınağı idi. Xoşbəxtlik günəş deyil ki, hər səhər üzünə gülsün. İndi mən bütün varlığımla dərk eləyir. Başa düşürəm ki, gərək insan öz evinin çırağı kimi bu günəşi də öz taleyində özü yandıra bilsin. Elə bil hər şey dünən olub. Uzatsan əl çatar. Halbuki o vaxtdan neçə illər ötüb. Bəlkə də bunların hamısı bir xəyaldır. Özümdən uydururam. Yox, xəyal deyil. Bir də görürsən ki, xatirələr gözləmədiyin halda göy gürültüsü kimi ürəyini oynatdı yerindən. İndi bu yağış da qəlbimə axıb, qəlbimdə göllənir. Avqustun axırları idi. Biz Bakıya təzəcə köçmüşdük. Dağların axar-baxarından, sərin havasından sonra şəhərə alışa bilmirdik. Elə bir qaynar qazana düşmüşdük, boğulurduq. Günü axşam eləyincə gözümüzün kökü saralırdı. Bir yandan da təklik sıxırdı bizi. Qapımızı nə bir açan, nə də bizim bir yerə get-gəlişimiz vardı. Atam sübh tezdən çıxır, bir də biz yatana yaxın qayıdırdı. Yaxşı ki, həyətimizdə yaşıllıq, kölgəlik adında bir tut ağacı vardı.
Axşamlar yığışıb altında süfrə açardıq. Arabir meh yarpaqları xışıldadanda ürəyim tel-tel olur, kəndimizin qoxusu burnuma gəlirdi. Biz üstü yuvamızı soyudub gəlmişdik. Anamın qaşqabağı açılmırdı. Atam özü də bərk xiffət eləyirdi. Ancaq bunu gizlətməyə çalışırdı. Bir dost sözü bizi yerimizdən, yurdumuzdan eləmişdi. Bakıya köçməyimizin səbəbini soruşanda atam deyirdi: "Özüm oxuyub bir yana çıxa bilmədim. Heç olmasa şəhərdə uşaqların gözü açılsın, savad bilik qazansınlar." Güya kənddə oxumaq olmazmış. Şəhər ya kənd, nə fərqi var? Hər şey adamın özündən asılıdır. Oxumaq istəyən oxuyacaq. Tək ürəyində arzu, istək olsun. Atalar sözü olmasın. Oynamağı bacarmır, deyir yerim dardı. Atamın ən yaxın bir dostu vardı. Qardaş kimi idilər. Çoxdan şəhərdə yaşayırdı. Burada böyük vəzifə sahibi idi. Bir dəfə uşaqlarını da yığıb kəndə gəlmişdi. Bu o vaxt idi ki, kolxozumuza təzə yük maşını vermişdilər. Atamın maşını sınıq salxaq idi. Ora-burasını düzəltməkdən təngə gəlmişdi. Sədr vəd eləmişdi ki, təzə maşın alanda birinci sənə verəcəm. Amma sonra nədənsə sözündən qaçmışdı. Atamın da tərs damarı tutmuşdu. Ölsəm də, qalsam da dedi, bir də o maşını sürməyəcəm. Mən nə üçün əllərimin qabarı ilə qazandığımı ona verməliyəm? Halal tikəmi niyə haram eləməliyəm? Bu yaşımacan təmiz yaşamışam. Bundan sonra da yolumdan sapa bilmərəm. Təmənnalı çörəyin dadı, duzu olmaz. Amma sədr deyəsən atamdan nəsə umurdu. Bunu anam da sezmişdi. Atamı çox dilə tutdu. Ay kişi, bir şirinlik ver, qadan balan olsun. Sən də təzə maşını çək gətir qapımıza. Atasına borcum var bəyəm, hökumətin maşınıdır. Qayda qanunla mənə düşür, mən də sürməliyəm. Əgər qabaqda məndən layiqli, cəmaatın xeyrinə, şərinə yarayan ağsaqqal bir adam olsaydı, geri çəkilərdim. Söhbət atamın dostunun qulağına çatdı. Bu ondan ötürü elə bir göydən düşmə oldu. Sən demə, çoxdan atan kimi yaxın bir adam axtarırmış ki, öz yanına sürücü götürsün. Heç ağlına gətirmirdi ki, atam kəndi qoyub şəhərə gedə bilər. Məqam çatanda mətləbi bildirir. Qardaş deyir, istəsən tapşıraram, maşını sənə verərlər. İstəmirsənsə, yığış gedək mənimlə. Bir yerdə işləyərik. Düzdür, ev məsələsi biraz çətindir. Amma idarəmiz böyük bina tikdirir. Hazır olan kimi sənə də mənzil ayırarıq. Uzağı il yarım, 2 il çətinliyin olacaq. Buna da bir təhər dözərsən. Mən özüm 6-7 il kirədə yaşamışam. Atamın cavabı qısa oldu. Gedirəm. Biz elə bildik atam zarafat eləyir. Amma onun gedirəm deməsi hər şeyi həll elədi. Düzü buna hamıdan çox mən sevindim. Bakını görmək arzusu könlümü quş kimi qanadlandırmışdı. Ağlıma da gəlmirdi ki, Bakının istisinə düşəndə dağlarımız, meşələrimiz, gül çiçəkli yamaclarımız üçün burnumun ucu göynəyəcək. Fikrim, xəyalım axşam səhər bu yerləri gəzib dolanacaq. Anam hamıdan çox xiffət eləyirdi. Niyə bir nadürüstə görə bizi öz yuvamızdan periktir elədin? Deyə gileylənirdi. Hayf deyil bizim dağlar, qurban olaram onun havasına, suyuna, adamlarına. Anamın dediklərini atam çox vaxt qulaq ardına vurardı. Bəzən onun 100 sözünə bircə kəlmə ilə cavab verərdi. Adamlar barəsində söhbət düşəndə deyərdi: "Hər yerin yaxşısı da var, pisi də var. Əsas kökdür, əsl nəsildir. Elə bizim o yelbeyin sədri götür. Min ilə qalsa da düzəlməyəcək. Çünki əsli nəcabəti yoxdur. Atalara qurban olum, yaxşı deyiblər. Ot kökü üstə bitər." Yaşadığımız ev böyük bir prospektin yaxınlığındaydı. Daşından, torpağından köhnəlik, qədimlik yağırdı. Ətrafındakı nəhəng, yaraşıqlı binaların yanında bizim köhnə daxma sanki öz görkəmindən sıxılır, xəcalət çəkirdi. Ev dörd gözlü idi. 2 otağını bizə vermişdilər. Qalanında özləri olurdular. Yayın bu cırhacırında otaqlarımız nəm qoxuyurdu. Bir otağımızın pəncərəsi evin damındaydı. Yuxarıda, böyük binada yaşayan uşaqlar top-top oynayanda pəncərəni sındırmasınlar deyə şüşənin üstünə dəmir tor çəkilmişdi. Yalnız gün günorta yerinə qalxanda bu otağa yaxşı işıq düşürdü. 2 böyük binanın arasından evimizə uzanan yol cığır enliyində idi. Aşağı tərəf uçurumdu. Ona görə də adam boyu dövrələmə daş hasar hörmüşdülər və bu divarı sementlə möhkəmcə sulamışdılar. Daşların arasından külək də keçə bilmirdi. Bir sözlə, deyərdin qədim qaladır həyətimiz.
İsti günlərdə qızmar təndir olur, adamı qarsayıb yandırırdı. Ev sahiblərinin hələ üzünü görməmişdik. Biz gələndən bağa köçmüşdülər. Necə adam olduqlarını bilmirdik. Bilmirdik ki, qonşuluğumuz tutacaq ya tutmayacaq. Ancaq atam tərifləyirdi. Gözəl ailədir, bizim kimi biraz kasıb dolansalar da ürəkləri genişdir. Bir nəfər işləyənləri var. Ona görə də rahatlıqlarını pozub kirayənişin saxlayırlar. Bir gün səhər tezdən həyətdə uca boylu, yeniyetmə bir oğlan göründü. Əynində zolaqlı qolsuz köynək və nazik yay şalvarı vardı. Sifəti, açıq qolları günəşdən yanıb qaralmışdı. Əlində ağzı əncir yarpaqları ilə örtülü dolu səbət vardı. Anam suya paltar çəkirdi. Mən də ona kömək eləyirdim. Oğlan yaxınlaşıb utana-utana salamlaşdı və əlindəki səbəti mənə uzatdı. Anam göndərib dedi, bağımızın nübarıdır. Girməcə səbəti alıb tut ağacının altındakı stolun üstünə qoydum. Anam dilağız elədi. Payınız çox olsun, bu istidə niyə belə əziyyət çəkmisən? Heç bir əziyyət yoxdur. Oğlan yavaşca dilləndi. Anam sıxılmış mələfəni başının üstündəki zivəyə sərib, əlini şırnağın altına tutdu. Yol gəlmisən, kölgəyə keç, bir stəkan çay iç. Çox sağ olun, çayla aram yoxdur. Çayla aran yoxdur, onda sərin dovğamız var. Oğlan tərəddüdlə, iştahım yoxdur dedi. Acanı sağ olmuş, dovğaya nə iştah? Anam əl çəkmədi. Əgər sən bizim dovğanın dadına baxmasan, onda biz də gərək sən gətirdiyin paya əl vurmayaq. İndi köfinə bax. Xala, məni çətinə salırsınız. Bunun harası çətin oldu, saqqalı ağarmış. Anam könül xoşluğu ilə güldü. Biz yad deyilik ki, qonşuyuq. Nə utan, nə də çəkin. Deyirlər, utananın oğlu olmaz. Keç stolun başına, keç görüm oğlum. Anam tələsik evə keçdi və iri bir boşqabda dovğa çəkib gətirdi. İç dedi, göyərçin bişirib. Anam məni yaman utandırdı. Oğlan qaşığı könülsüz götürsə də, qabı boşaltmayınca stolun dalından qalxmadı. Sanki ürəyimdə xoş, yüngül bir meh əsdi. Yaxşı ki, xoşuna gəldi. Yeməkdən sonra anam oğlanı sorğu-suala tutdu. Atan-anan necədir? Yaxşıdırlar. Külfətiniz neçə başdır? Bir qardaş, bir bacıyıq. Atan nə işində işləyir? Yol fəhləsidir. Bağda darıxmırsınız ki. Darıxmağa vaxt var ki, bütün günü dənizdə oluruq. Axşamlar da çox vaxt kinoya gedirik. Anam təəccüblə, bəyəm bağ yerində də kino göstərirlər, dedi. Oğlan, hə, dedi. Yay vaxtı şəhərdə adam qalmır, hamı köçür bağa. Çalışın, siz də bağ tutun, yoxsa istiyə dözməzsiniz. Hələ görək nə olur. Anamın səsi alındı. Burada kül töküb, kök salıb uyuşa bilirikmi? Kişini yola gətirə bilsək, bəlkə qayıtdıq. Kənd yaman çəkir bizi. Əbəs yerə deməyiblər ki, hər quşa öz yuvası, insana vətən havası. Bəyəm bura yad yerdir, bura da vətəndir. Oğlan gülə-gülə dedi. Qürbətə gəlməmisiniz ki, Bakı bütün Azərbaycanın ürəyi, gözüdür. Bu düzdür, ancaq doğulduğun yerdən ayrılmaq da çətindir. Öyrəşəndən sonra kənd heç yadınıza da düşməyəcək. Necə düşməyəcək? Bütün qohum əqrabamız oradadır. Anamın baxışları harasa uçub getdi. Mənə elə gəldi ki, bu baxışlar gedib kəndimizə dəyib, doğmalarımızla bircə-bircə görüşdü. Burada kiminiz var, deyə o tut ağacından bir yarpaq qoparıb ovcunda sığalladı. Atam məni sizin dalınızca göndərib, qonaq çağırır. Deyir, gəlib bir-iki gün havalarını dəyişsinlər. Ani olaraq duruxub əlavə etdi. İndi bağın əsl vaxtıdır. Dəniz də ipək kimidir. Suya girəndə adam çıxmaq istəmir. Ataların gözəl sözü var, deyir, çağırılan yeri ar eləmə, çağırılmayan yeri dar eləmə. Anam barmaqlarının ucu ilə gözlərinin altındakı puçurlanmış təri sildi. Oğlum, belə bir gözəl təklifdən kim boyun qaçırar? Ancaq gərək evin böyüyünü gözləyək. Əmi nə vaxt qayıdar işdən? Vaxtı vədəsi bilinir ki, anam ixtilatı keçdi. Hər halda yatmaq yeri evidir, axşam gəlib çıxar. Onda mən gözləyərəm, deyə oğlan boynunu çiyninə əydi. Hələlik bir dükan bazara da dəyməliyəm. Anamın tapşırıqları var. Görüm dediyi şeyləri tapa bilirəmmi? Oğlan aralanıb evlərinə getdi. Anam onun arxasınca baxa-baxa, qanacaqlı oğlan oxşuyur, dedi. Dinmədim. Axı tanımadığım adam barəsində nə deyə bilərdim? Gün ortadan əyləndə göyün üzü buludlandı. Ancaq yenə də bürkü idi. Adamın canı sıxılırdı. Yer göy yanıq qoxusu verirdi.
Bura köçəndən sonra belə isti görməmişdik. Su krantının altına girib çıxmaqdan yorulmuşdum. Yenə xeyri yox idi. Boyun boğazımdan elə bir sel axırdı. Anamın istiyə heç dözümü yox idi. Az qalırdı ürəyi dayansın. Atam bizi bu cəhənnəm ocağında yandıracaq. Ovucularını qoşalayıb üzünə su çırpdı. Biraz dirçəlib özünə gələn kimi oldu. Yaman qızdırır dedi. Heç bu havadan gözüm su içmir. Allah axırını xeyr eləsin. Deyirəm, nə olaydı, Kürşad yağış yağaydı. Ağlın dağlara getməsin, burada yağış nə gəzir? Bəyəm bura göyün altı deyil? Altıdır, üstüdür, bilmirəm. Anam çiyini üstdən mənə baxdı. Yağışdan gözünü çək. Deyinən atam tez gələydi, yığıb bizi bağa aparaydı. Dənizin qırağında nəfəsimiz durulardı biraz. Həyətin baş ucundakı göy rəngli qapıya boylandım. Qapı açıq idi. Oğlan bazardan təzəcə qayıtmışdı. Həyət bacaya çıxmırdı. Görünür bizdən utanıb çəkinirdi. Bu mənim də ürəyimdən idi. Qolu başı açıq halda onun gözünə görünmək istəmirdim. Anam kürəyi tut ağacına söykəli çul kimi düşüb qalmışdı. Tərpənməyə, bir söz deməyə heyi yox idi. Tər yuyub aparırdı onu. Ara bir üzünü yelləyirdi. Nəhayət kipriklərinin çarpazı söküldü. Dovğa adamın ürəyini sıyırır dedi. Yorulmuşam, dur bu oğlana biraz yemək ver. Özümü eşitməzliyə vurdum. Ay qız, kimdənəm? Anam yerində dikəldi. Özün apar. Sən dura-dura mən niyə aparım? Utanıram. Keçi kimi ağaca dırmaşanda utanmırsan, indi nə olub belə? Anam başını silkələdi. Dur görüm, dur. Anamın sözünü döndərməyin dadını yaxşı bilirdim. Dediyini eləməsəydim, sonra altını çəkməliydim. Hirsi tutanda gözünə heç nə görünmürdü. Fərqinə varmırdı. Səsini eşidən var, yoxsa yox. Özünə gələndə isə peşman olurdu. Qabaqlar xasiyyəti pilək kimi idi. Nənəmin ölümü onu sarsıtmışdı. Deyilənə görə ağlı yerindən tərpənmişdi. Biraz havalı təki gəzirdi. Ona görə də hamımız anamla ehtiyatla, pişiyimlə dolanır, uşaq kimi üstündə əsirdik. Anam özü də bunu yaxşı bilirdi. Ancaq çox vaxt özü ilə bacarmırdı. Aparın məni bir kərəmlik dərxanaya qoyun deyirdi. Özünüzün də canı dincəlsin, mənim də. Onun evdarlığına söz ola bilməzdi. Bişirdiyi löyün-löyün yeməkləri yeməklə doymaq olmurdu. İstəyirdi ki, mən də onu oxşuyum, onun yerişini yeriyim. Ancaq boynuma alım ki, bacarmırdım. Anamın əlinin dadı, səliqə-səhmanı başqa idi. Düşünürdüm ki, 100 ilə qala mən ona çata bilmərəm. Onun ürəyincə olsun deyə taxçanı ələk-vələk eləyir, qab-qacağın, çəngəl-bıçağın ən yaxşısını ayırdım. Sonra sillələmə bir boş qab xörək çəkib, soyuducudan salat, göyərti götürdüm. Başımı itirmişdim. Daha nə çatmır? Oğlanın öz gətirdiyi üzümdən bir-iki salxım suyun altına tutdum. Təzə dağlı çörəyə doğradım. Xörəyi, yan görən məzəsini məcməyə yığıb, ağır bir ara gedirmiş kimi qəribə həyəcan içində həyətə çıxdım. Anam məcməyə göz yetirib, gözün ayağının altına baxsın deyə üstümə acıqlandı. Sənin tayların ev-eşik dolandırır, ağır məclislər yola verir. Anamın bu danlağı, danışmağı olmasaydı, bəzən özünü unudur, ağlına nə gəldi deyirdi. Ağzında da bir söz bitmişdi. Qızını döyməyən dizinə döyər. Hirsimi bir təhər boğmuşdum. Oğlan səsimizi eşitsəydi, nə deyərdi, biabır olardıq. Oğlan qapını acı aralı qoymuşdu. İndi o qapıdan içəri girmək ağır bir tilsimi sındırmaqdan da çətin idi. Bu 5 addımlıq məsafə mənə dünyanın ən uzun yollarından da uzun gəlirdi. Özümü itirmişdim. Gicgahlarım oda qalanmışdı, yanırdı. Ürəyimin döyüntüsü qulaqlarımı batırır, gözlərimin toranlığında həyət-baca tut ağacı qarışıq ayaq tutub yeriyirdi. Bir yandan da anamın baxışları qılınclayırdı məni. Ay qız, ayağının altında yumurta qalmayıb ki. Başımı qaldırmadan tərəddüd və həyəcan içində qapıya yaxınlaşdım. İçərdən səs-səmir gəlmirdi. Elə bir qol qanadımı bağlayıb səsimi də almışdılar. Suda boğulan adam kimi qulaqlarım küyüldüyürdü. Qapını çiynimlə yavaşca itələyib içəri girdim. Oğlan soyunmuş halda çarpayıda uzanmışdı. Üstü açıq idi. Ayağım yerə yapışdı. Dönüb yerimdə daş oldum. Elə bir göylər üstümə uçub gəldi. Özümü itirdiyimdən məcməyini saxlaya bilmədim. Əlimdən yerə düşdü. Oğlan cingilti səsinə yerindən dik atılıb çarpayıdan düşdü. Mən əllərimlə üzümü tutdum. Xışıltı havasına duydum ki, oğlan şalvarını əyninə çəkdi.
Siz Allah məni bağışlayın. Oğlan titrək səsi ilə məni silkələdi. Gəldiyinizi görmədim. Siz məni bağışlayın. İkimiz də eyni anda aşağı əyildik ki, tökülənləri, boşqabların qırıqlarını yığaq. Başımız özümüzdən xəbərsiz bir-birinə necə dəydisə, gözümdən çığırı qopdu. Ürəyim o bürkülü avqust gününün köynəkli xəcalət dalğasında çırpınırdı. Şəhlanın qayıtması məni bu dalğaların əlindən aldı. Canı yanmışlar atalarının qiymətini də üstünə qoyublar deyə Şəhla gileyləndi. Almadın? Canımı dişmə tutub yarım kilo götürdüm. Hər halda süfrənin bezəyidir. Mən o qədər də xoşlamıram. Mən isə gözümü açandan həmişə süfrədə kürü görmüşəm. Atam dənizçi idi. Öyrənməklədir, bizim tərəflərdə balıq olmur. Xəzərin kürüsü bütün dünyada adla söylənir. Neft deyəsən axırına çıxıb. Hə, yaman çıxıb. Şəhla kürünü əl çantasına qoyub, şənbə günü neynirsən deyə soruşdu. Neyniyəsiyəm ki? Mən başımı çiynimə qısdım. O gülə-gülə. İstəyirəm oğurluyum səni dedi. Oğurlayıb neyniyəcəksən? Bağa aparacam. Bu tufanda nə bağ? Balaca yığışmaq istəyirik. Qonağımız olacaq. Niyə şəhərdə yığışmırsınız? Şəhər evi bağın yerini vermir. Havası, genişliyi. Hə, necə? Getmək istəyirsən? Əgər ürəyin çox istəyirsə, gedərəm dedim. Şəhla sevincək oldu. Həm fikrin zikrin dağlar, həm də biraz mənə əl yetirərsən. Tək başına qonaq yola vermək ağır işdir. Kimdir qonağınız belə? Qorxma, kənar adam olmayacaq. Şəhla məni tamam arxayınlaşdırmaq üçün Adilin yaxın dostu var dedi. Çoxdandır görüşmürlər. Əsas qonağımız odur. 2-3 nəfər də tanış, biliş. Vəssalam. Nə olar, gedək. Axşam da taksi ilə geri qayıdarıq. Bəs Adil, içəndən sonra necə sürsün maşını? Qoyma içsin. Mən zarafata keçdim. Məclis onun başına yığılır. Ev sahibidir. Həm də Adqulu var. Dostu ilə bağda qalacaqlar. Bəs qorxmursan? Nədən? Qorxmursan kişini oğurlayarlar? Canında varsa lap dəmir seyfə salıb ağzını bağlasan belə xeyri yoxdur. Şəhla rəqs edirmiş kimi dabanı üstə nazla fırlandı. Bir də minnəti olsun. Belə gözəl göyçək xanım xatın arvadı var. Tanışlığımızın ilk günündən fikir vermişdin. Adilin adı gələndə Şəhlanın çiçəyi çırplayır, gözləri sevinclə parıldayırdı. Mənim nəzərimdə bu, ailə xoşbəxtliyinin timsalına çevrilmişdi. Mən tez-tez Adili xəyalımda canlandırmağa çalışırdım. Ancaq heç nə alınmırdı. Belə anlarda Murad gəlib dururdu gözümün qabağında. Şəhla hər şeyi həlləyib fırlayıb onun adına bağlayırdı. Kəlmə başı Adil belə elədi, Adil filan paltarı aldı, Adil belə getdi deyirdi. Bir sözlə ərinin adı dilinin ucunda bitmişdi. Sanki onu 100 ilin həsrətindən sonra tapmışdı. Bu ailə məncə məhəbbət yoxdur deyənlərə ən yaxşı cavab idi. Adilə özüm qədər inanıram, deyə Şəhla başladığı söhbətə davam elədi. Ərim olduğuna görə demirəm, yaxşı adamdır. Kaş sənə də belə insan qismət olaydı. Ömrün, həyatın əsl dadı ailə xoşbəxtliyindədir. Sonra başqa sevinclər, istəklər gəlir. Şəhla ilə danışmaq çətin idi. Həmişə söhbəti dolandırıb elə bir məqama çatdırırdı ki, ürəyim başlayırdı sızıldamağa. Özümdə sözümdə olmurdu. Yenə də qəlbimdə sanki yaralı kaman inildədi. İndi neyniyək? Şəhla fikirli-fikirli soruşdu. Bəlkə yağış heç kəsmədi. Kəsməz, qalarıq burada. Mən gülümsədim. Sənə nə var? Tək adamsan. Məni uşaqlar gözləyir. Gözləyib yatacaqlar. Ay yatdılar ha. Pəncərəyə boylandım. Canımı qara qorxu aldı. Heç kəsib səngiyənə oxşamır. Söhbətin yönünü dəyişdi. Şəhla, qonşularda maşınla gedən var. Səni də apararlar. Yaxşı yadıma saldın. Şəhla yüyürərək qapıdan çıxdı. Şəhla ki, günəşli yaylasında təzə mənzil almışdılar. Evlərinin genişliyindən, rahatlığından razılıq eləyirdi. Bircə işə gəlib getmək bir qədər çətin idi. Yol yaman yorurdu onu. Mən isə yaxınlıqda şəhərdə olurdum. Hava yaxşı olanda trolleybusa, avtobusa minmirdim. Ayaqla getməyi üstün tuturdum. Şəhla sevinə-sevinə qayıtdı. Mən gedəsi oldum dedi. Şənbə günü saat 9-da səni Əzizbəyev stansiyasının çıxış yolunda gözləyəcəm. Tələsik plaşını geyinib əl sumkasını çətrinə götürdü. Gecikmə ha. 10 dəqiqə o yan bu yan olsa darıxma. Mən nə gözləməyi, nə gözlətməyi sevmirəm. Çalışaram vaxtında gəlim. Oldu. Şəhla əlini qapının dəstəyinə uzadıb, çiyini üstündən geri baxdı. Yaxşı, hələlik.
Hələlik. Bakıda yay quraqlıq keçmişdi. Sanki təbiət indi öz borcunu qaytarırdı. Bəlkə doğrudan da kəsmədi bu yağış, deyə düşündüm. Gərək evdən çıxanda Şəhla kimi mən də çətir götürəydim. Biraz da gözləyim, görüm axırı nə olur. Yox, heç kəsən oxşamırdı. Daha nə qədər gözləmək olardı? Yığışıb yola düzəldim. Yaxşı ki, çıxan kimi taksi düşdü. Evə baş salmalı deyildi. Dəyirman təki bumbuz idi. Məni titrətmə tutdu. Elektrik peçini yandırıb əlimi istiyə tutdum. Canıma isti keçdikcə özümə gəlirdim. Bəlkə acmışdım. Ancaq durub xörək hazırlamağa ərinirdim. Xeyli keçəndən sonra paxlava ilə çay içdim. Bu da oldu mənim şam yeməyim. Belə havada adam bilmir neynəsin. Balışı götürüb divanın başına atdım. Biraz kitab oxumaq istədim ki, fikrim dağılsın. Ancaq gözüm sətirləri almadı. Həvəsim yox idi oxumağa. Kitabı divanın baş ucundakı jurnal stolunun üstünə atıb, işıq gözlərimə düşməsin deyə əllərimi gözümə tutdum. Yuxum gələydi, yataydım. Deyəsən xəzri qalxmışdı. Pərdələr yellənir, ev qızmaq əvəzinə daha da soyuyurdu. Qazı da yana-yana qoymuşdum, ancaq yenə də xeyri yox idi. Bu küləkli, yağışlı gecəni başa vurmaq sərt sıldırım yoxuş kimi gözümə dururdu. Tərslikdən telefon da ağzına su alıb susurdu. Tanışları yadıma saldım. Axı kimə zəng eləyim? Tutaq ki, birinə zəng elədim. Xoş beşdən sonra soruşacaq. Nə əcəb zəng eləmisən? Necə deyim ki, elə belə darıxırdım? Deməzlərmi qızın ağlı azıb? Yenə göz yaddaşım köməyə gəldi. Durub yandırdım televizoru. Hər şey, yağışda, küləkdə, təklik də yadımdan çıxdı. İki ahıl aşıq üz-üzə dayanıb Əsli və Kərəm dastanını deyirdilər. Qubarlandım. Mən bu yanıqlı dastanları uşaqlıq vaxtımda çox eşitmişdim. Əzbər bilirdim. Onların bir-biri ilə qovuşmasını illər boyu o qədər arzulamışdım ki, hətta deyən olsaydı ki, onların vüsala yetməsi üçün canın gərəkdir, canımı verərdim. Aşıqlar şövqə gəlmişdilər, adamı ağladırdılar. Sümüklərim də kövrəlmişdi. Yaz buludu kimi dolub-doluq sunmuşdum. Bir himəbənd idim ki, gözlərimdən leysan axıdım. Mənə elə gəlirdi ki, onlar mənim başıma gələnləri, mənim taleyimi danışır. Mənim ürəyimi çalıb, yanıq kərəm üstündə sızıldayırdılar. Bəlkə də elə bu sinəsi dərdli, ələmli əsli mən özüm idim. Bəs Kərəmdən niyə səs soraq yox idi? Acı-acı düşünürdüm. İndi görəsən o haralardadır? Məni heç yadına salırmı? Onu son dəfə gördüyüm vaxtdan neçə il keçir? Uzaqdan uzağa da olsa, ona bircə dəfə də olsa rast gəlməmişəm. Yəqin indi evlənmiş olar. Oturub məni gözləməyəcək ki, görəsən günlərin birində rastlaşsaq, məni dindirib danışdırarmı? Donmuşdum. Elə bil əllərim, ayaqlarım mənimki deyildi. Sümüklərim sızıldayırdı. Gördüm ki, üşütməm keçmir. Yükdən yorğan götürüb bərk-bərk büründüm. Bunun da köməyi olmadı. Sanki qarın buzun içində bastırmışdılar məni. Handan-hana nəfəsim hənirləndi. Hiss elədim ki, donum yavaş-yavaş açılır. Ancaq pəncərələrdə vıy-vıy vıyıldayan küləyin ulartısı qulağımı deşir, ürəyimi qara qorxu bürüyürdü. Televizorun səsini qaldırmışdım. Gür-gür gurulduyurdu. İndi mənim həyanım, həmdəmin bu səsidir. Yoxsa bu dəlisov, tanrısı bəndəsi bilinməyən gecənin vahiməsindən dəli olardım. Təkliyə, tənhalığa biraz öyrəncəli olsam da, bəzən hava ağarana kimi fikir-xəyal içində gözlərimi tavana dikib kiprik qırxmırdım. Nəfəs olsun deyə yanımda bir tələbə saxlayırdım ki, o da öz kəndimizdəndir. Adı Tərgül idi. Hamı elə bilirdi ki, kirayənişin saxlayıram. Amma ondan bir qəpik qara pul da almamışdım. Düşəndə sumkasına 5-dən 3-dən pul da qoyurdum. Könlü istədiyi vaxt paltarımı geyinib dərsə gedirdi. Çox vaxt yemək içməyimiz də bir yerdə olurdu. Bir sözlə, onu özümdən ayırmırdım. Atası ölmüşdü. 3 uşaq tək ananın ümidinə qalmışdı. Böyüyü bu idi. Yazığım gəlirdi. Xeyli müddət doğma bacı kimi bir-birimizə hayan olub yaşadıq. Mənim bu az-çox gülümsər günlərimin də ömrü yaz yağışı təki gödək oldu. Tərgülün adı elə bil boynuna biçilmişdi. O doğrudan da Tərgülə oxşuyurdu. Gözə gəlimli, şirin bir qız idi. Xurmayı hörükləri topuğuna dəyirdi. Günlər ötdükcə daha da qəşəngləşir, çiçək kimi açılırdı. Göz qoyurdum. Oğlanlar bir yana, qızlar da ona həsədlə baxırdılar.
Mən tez-tez xəyalımda Tərgülə gəlinlik paltarı biçir, sanki öz xoşbəxtliyimi ona arzulayırdım. Anamın bir sözü vardı, deyərdi: "Qız uşağının saçı uzun olunca ağlı uzun olsun." O vaxtlar bu söz mənə köntöy gəlirdi. Həm də mənasına o qədər də varmırdım. İndi başa düşürəm ki, anaların öyüd nəsihətinin, istəklə dediyi sözlərin hər birinin dərin-dərin qatlarda kökü köməci var. Ay qızım, bu sözü sırğı elə qulağında. Qulaq as deyə analar övladının yaxşı gününü, xoş gələcəyini düşünürlər. Atalar da bizə dürlü-dürlü sözlər yadigar qoyub. Gözəllik xoşbəxtlikdir. Bu sözü döndərib belə də deyiblər: gözəl olma, çirkin ol, dəryaca ağlın olsun. Mənə elə gəlir ki, gözəllik ağıl çeşməsindən su içəndə insan xoşbəxt olur. Yalnız gözəlliyi ilə öyünən, ona aludə olan adamların isə çox vaxt gözəlliyi başına bəla olur. Tərgülün gözəlliyi onun arzularını, gələcəyini əlindən aldı. Min diləklə, qürurla qızını şəhərə oxumağa göndərən ananı ağlar-sızlar qoydu. İndi yazıq arvad dizinə döyə-döyə qalıb. Bəlkə də bu işdə mənim də günahım var. Vaxtında ipini əlimdə möhkəm saxlasaydım, get gəlinə fikir versəydim, axırı belə olmazdı. Bir də mən nə edə bilərdim? Balaca uşaq deyildi ki, əlindən tutub dərsə aparam, gətirəm. Böyük qız idi. Bugün sabah institutu qutarıb müəllim olmalı. Özü başqalarına dərs deyib, tərbiyə verməli idi. Bir də gərək adamın öz canında, qanında olsun. Atalar demişkən, boş quyuya nə qədər su töksən də, yenə axar bulaq olmayacaq. Tərgül müsabiqədən güc bəla ilə keçmişdi. İlk aylar gecə yarıyadək stolun arxasından qalxmırdı. Fikri zikri dərsdi. Qış semestrində 2-4 və 1-5 aldı. Təqaüdə də düşdü. Özü də sevindi, mən də. Tətilə gedəndə pərvaz quşa dönmüşdü. Balaca xərclik verdim. Anasına, bacı və qardaşına sovqat aldı. O da borclu qalmadı. Kənddən qaydanda mənim üçün xeyli paypuş gətirmişdi. Selefana bükdüyüm kəklik otundan, sarı çiçəkdən hələ də qalır. Ancaq əlimi də vurmuram. Çayını çox xoşlasam da, Tərgülə görə nəsə gözümdən düşüb. Üzü yaya gedəndə birdən elə bil qızın dönərgəsi döndü. Tamam başqa adam oldu. Üzünə vurmasam da oturuşu, duruşu xoşuma gəlmirdi. O dərslərindən çox sığala, geyimə meyil salmışdı. Bir də gözümü açıb gördüm ki, Tərgülün gözləri məsum gözlər deyil. Qaşları nazilib, kiprikləri sürmələnib. Evdən bayıra çıxanda ən azı yarım saat güzgünün qabağından ayrılmırdı. Utancaq, baş aşağı, abırlı həyalı Tərgülü danışıq tərzi, ədaları da dəyişmişdi. Onu tanımaq olmurdu. Bir neçə dəfə ona irad tutmuş, nəyin xoşuma gəlib gəlmədiyini könlünə toxunmasın deyə çox incə ehyamla başa salmağa çalışmışdım. İnsafən fikrimi alıb özünü bir balaca yığışdırmışdı. Ancaq ondan yenə də nigaran idim. Elə bir ürəyimə nəsə dammışdı. Bir gün işdən evə qaydanda qonşumuz Həbibə xala qabağımı kəsib, "Qızım, sənə bir söz demək istəyirəm" dedi. "Ancaq gərək məni düz başa düşəsən. Ürəyinə başqa fikir gələcəksə, bəri başdan de, mən də işimi bilim. Sonra niyə aramıza su səpilsin?" Yaxın qonşu kimi Həbibə xalaya qanım qaynayırdı. Hələ indiyəcən aramızda güldən artıq inciklik olmamışdı. Həmişəki kimi mehribanlıqla dedim: "Həbibə xala, sənin acı sözün də mənim üçün şirindir. Özün bilirsən ki, bir ana kimi xətrini necə istəyirəm." "Xətrin əziz olsun." Elə razılıqla başını tərpətdi. "Mən də səni doğma balam bilirəm. Çox sağ olun. Elə ona görə də məcbur oldum ki..." Həbibə xala sözünün dalını uzatdı. Görünür ürəyində nə isə dağ eləyirdi. "Qorxuram" dedi. "Əlim ürəyimin üstündə durmur. Axırda bir xatası çıxmasa yaxşıdır." Özümü saxlaya bilmədim. "Həbbə xala, niyə oxunu atıb yayını gizlədirsən? Nə olubsa açıq de." "İmanımı yandıra bilmərəm, ancaq ürəyimə yaman şübhə dolub." "Nə barədə?" "Tərgül barədə." Elə bil başıma qaynar qazan əndərdilər. Axı neyniyib? Hələ neynədiyini bilmirəm, ancaq "Həbibə xala, qurban olum, ürəyim partlayır, nə varsa açıq de." Neçə vaxtdır maşında bir oğlan aparıb gətirir onu. Deyirlər, ya özün görmüsən? Özüm görməsəydin, səninlə bu söhbəti eləməzdim. Bu nə vaxt olub? Nə vaxt olub deyəndə ki, Həbibə xala yazıqlaşdı. Bir gün deyil, 2 gün deyil dedi. Bu gün də evdən bir yerdə çıxdılar. Gözüm su içmir o oğlandan. Çox əlləm qəlləm adam oxşuyur. Həbibə xalanın hirsindən çənəsi titrəyirdi.
Gül kimi qızdır, hayıf, qədir qiymətini bilmir. Bundan belə kim ona yaxın durar? O oğlan köpəyoğlu da 5-3 gün istədiyini eləyib aradan çıxacaq. Təmiz ürəklə yanaşsaydı nə vardı ki? Onsuz da bir qız bir oğlanındı. Ürəyimi elə bil kimsə ovcuna alıb sıxdı. Gözlərimə qaranlıq çökdü. Bu sözlər həqiqət idi, yoxsa mən yuxu görürdüm? Anışdıra bilmirdim. Daha sonra nələr baş verib, xəbərim olmayıb. Gözlərimi açanda görmüşəm ki, divanda uzanmışam. Başıma, sinəmə buzlu dəsmal qoyublar. Həbibə xalanın da bəti bənizi qaçmışdı. Hiss elədim ki, yazıq arvad qorxudan sarısını udub. O peşman-peşman başını tərpətdi. Göyərçin, qızım dedi, bağışla məni, bütün günahlar məndə oldu. Qurumuş dilimi gərək dinc saxlayaydım. Səndə nə günah var, Həbibə xala, deyə onun qorxusunu qovmağa çalışdım. Səni lap o dünyalıq eləmişdim. Həbibə xala gözlərini qıydı. Yaxşı ki, təcili yardım vaxtında dadımıza çatdı. Məndən sənə əmanət, ürəyinə müğayət ol. Hər xırda şeyə görə əsəbləşmə. Bəyən bu xırda şeydir. Həkim dedi ki, sənə qətiyyən əsəbləşmək olmaz. Bunu özüm də bilirəm. Qızım, adama hər şeydən əfsəl sağlam canı lazımdır. Həbibə xala ürəyi yananlıqla nəsihətə keçdi. Sağlam canın olandan sonra nə qədər ağır dərddə olsa dözmək olar. Sənin hələ ömrün günün qabaqdadır. Ana olmalısan, oğul uşaq böyütməlisən. Onun dodaqlarına təbəssüm qondu. Mənim yaşıma çatanda da nəvələr 4 tərəfini bürüyəcək. Hamısı qılı, qayğılmayacaq səndən. Gərək sən də ürəyinin istisini, sevgisini onların arasında elə bölüşdürəsən ki, biri də inciməsin. Həbibə xala danışmaqda pərgar idi. Dilini şirin yerinə salanda söhbətindən doymaq olmurdu. Qayğı, dərdsər, hər şey yaddan çıxırdı. O öz gəncliyindən, sevgisindən, məzəli əhvalatlar danışardı. Birazca özümə gəldim, eynim açıldı. İndi kişi işdən gələcək deyə Həbibə xala ayağa qalxdı. Gedim görüm nə hazırlayıram. O yenə nəsə demək istəyirdi. Elə bu an qapının zəngi çalındı. Gələn Tərgül idi. Həbibə xala ləngimədi. Qapını açan kimi də çıxıb getdi. Tərgül məni divanda uzanıqlı görəndə özünü itirib küncə qısıldı. Yaxın gəl dedim. Büzüşə-büzüşə gəlib qarşımda dayandı. Hardaydın? Tərgül, səninləyəm. Yenə dinmədi. Eşitmirsən? Kinoya getmişdim. Avazımış dodaqları uçundu. Hansı kinoya? Hind filmi idi. Adı nə idi? Yaşasın məhəbbət. Bacardıqca sakit danışmağa çalışırdım. Ancaq görürdüm ki, əsəblərim dözmür. İçərdən yavaş-yavaş qaynayırdım. Qonşulardan ar eləməsəydim, durub onun saçlarını yolardım. Bir də qabağımı kəsən onun yad qızı olması idi. Öz bacım ya qohumum olsaydı, heç nədən çəkinməzdim. Başqa cür davranardım onunla. Gözləyirdim ki, o hər şeyi açıb söyləyəcək. Göz yaşı töküb ağlaya-ağlaya mənə yalvaracaq. Səhv eləmişəm, bir də belə iş tutmaram, axırıncı dəfə olsun deyəcək. Əgər belə etsəydi, mənim də ürəyim yumşalar, ona qoşulub ağlardım. Zənd yetirdim. Onun baxışlarında, duruşunda, qorxudan, hürküdən əsər əlamət görmədim. Hətta mənə elə gəldi ki, indicə üstümə çımxıracaq. Ay yazıq, havayı yerə çərəni yorma. Könlün necə istəyirsə elə də edəcəm. Axı sən kimsən? Böyüyümsən, nəsən? Nə olsun ki, sənin evində qalıram? Bu saat çıxıb gedə bilərəm buradan. Qızlar bu yaşda qürurlu olur deyə öz-özümə düşündüm. Bəlkə ortada heç nə yoxdur. Həbibə xala biraz da şişirdi. Sığala qalanda bir vaxt mən özüm də bu yoldan keçmişəm. Daraq bütün günü saçımda bitərdi. İndi onun elə yaşıdır ki, ürəyi məhəbbət pərvazındadır. Bəlkə sevir, qoy sevsin, ancaq ağlını itirməsin. Yenə onu söhbətə çəkdim. Tərgil, kinoya kiminlə getmişdin? Tələbə yoldaşlarımla. Dilini sürüdü. Bacı kimi düzünü de. Söz soruşuram səndən. O dodaqlarını bir-birinə qısdı. Demək sənin yalan danışmağın da varmış. Bəs o arxana salıb gətirdiyin buğa kim idi? Əsəblərim oyandı. Qalxıb divanda oturdum. Mənim evim sənin üçün bulvar zaddır bəyəm. Cavan oğlanın nə ölümü var burada? Hər yetən mənim qapımı niyə tanımalıdır? Qapını göstərdim. Yığış get. Sevgi oyununu başqa yerdə oynarsan. Elə durub bu saat anana da məktub yazacağam. Qoy bilsin ki, istəkli qızı Tərgil institutu əla qiymətlərlə oxumaqdan yorulub. İndi də sevgi dərsi öyrənir.
Tərgülün sanki qanadları budanmışdı. O kölgə kimi otaqdan otağa keçib pal-paltarını çamadana yığışdırıb, kitabları gəlib sabah apararam dedi. Yox, elə bu gün, bu saat. Əllərimi var gücümlə stola çırpdım. Mənim evimdə izin tozun qalmasın. Tərgül o axşam köçünü çəkib getdi. 2-3 ay səs sorağı gəlmədi. Yazın əvvəllərində eşitdim ki, Həbibə xalanın gözü su içməyən əlləm-qəlləm oğlandan uşağa qalıb. O da boynundan atıb, harasa qaçıb uzaqlara gedib. Anası da saçını yola-yola gəlib, Tərgülü qatıb qabağına kəndə aparıb. Tərgüldən sonra gözüm qorxmuşdu. Heç kəsi evə buraxmırdım, düşünürdüm. Onun ağlı başında olsaydı, biz yenə iki doğma bacı kimi baş-başa verib yaşayardıq. Təklik məni də bu qədər üzməzdi. Birdən işıqlar xırp kəsildi. Otaq zirnikləşdi. Gözlədim ki, yəqin küləkdəndir, indi yandırarlar. Qaranlıqda gözləməkdən gözümün kökü saraldı. Məcbur olub şam yandırdım. Kəsməyi bilinməyən, nəfəsində qar havası gətirən bu külək, yağış, güya az imiş. Üstündən də bu işıq söndü. Yadıma düşdü ki, səhər evdən çıxanda təzə jurnal almışam. İşdə heç qatını da açmamışam. Başımı qatmaq üçün götürüb vərəqlədim. Ürəyimə yatan bir şey axtardım oxumağa. Roman da, hekayələr də, şeirlər də vardı. Ancaq məni ovundurası heç nə tapa bilmədim. Çox xoşuma gələn bu bir şeir oldu. Şair sanki mənim ürəyimi oxuyub bu misraları yazmışdı. Ulduz sönür, ay usanır. Əlim günəşə uzanır. Tənhalıqdan bağrım yanır. Açıl, sabahım, açıl. Günəş ulu tanrımızdır. Ruzumuzdur, uğrumuzdur. Qaranlıqlar ağrımızdır. Açıl, sabahım, açıl. Sümüyümə isti keçdikcə kipriklərim dolaşır, xumarlanırdım. Yuxu məni nə vaxt tutubsa xəbərim olmayıb. Yenə də bürkülü avqust gününə qayıtmışdım. Anam məni danlaya-danlaya özü təzədən xörək çəkib qonşu oğlana apardı. Mən utandığımdan çölə çıxa bilmirdim. Anam isə onu götür, bunu götür, filan şeyi yerinə qoy deyə buyruğundan qalmırdı. Nə deyirdisə can çəkə-çəkə etməyə çalışırdım. Nəhayət o insafa gəldi. Gün adamın beynini deşir. Gedək bir hovur uzanaq. Mansurun üzündən tər sel kimi gedirdi. Nəfəsi də boğuq idi. Anam qəzeti götürüb onun üzünü, boğazını yellədi. O gözlərini aralayıb, başı üstündə anamı görəndə sevindi. Dodaqları yüngülcə qaçdı. Anamın da rəngi duruldu. Bu hissiyə böyük dözə bilmir. Uşaq yazıq neynəsin deyə öz-özünə gileyləndi. Dost yolunda xəstə düşmək buna deyərlər. Üzünü mənə sarı döndərdi. Get sən də uzan, bir hovur gözünün acısını al. Belə havada yatmaq olar. Çarəmiz nədir? O xalatının yuxarı düyməsini açıb, əlini sinəsində gəzdirdi və of, canım yanır, eləyə-eləyə qardaşımın yanında uzandı. Xəcalət odu hələ də məni qarsayıb qovururdu. Oğlanın gözünə görünməyim deyə o biri otağa adladım. Bura daha çox xəfə idi. Qapını örtəndə adamın nəfəsi qaralırdı. Otağın əl boyda pəncərəsi vardı. O da başımızın üstündə idi. Nə açmaq olurdu, nə də bağlamaq. Qışda bir təhər keçinmək olardı. Yayın bu cırhacırında gəl döz görüm necə dözürsən. Ancaq başqa yolumuz da yoxdur. Dözməli idik. Atam da belə deyirdi. Dözün, çətin günün ömrü az olar. Mən köhnə taxtın üstündə mütəkkəyə dirsəkləndim. Sudan qırağa atılmış balıq kimi çırpına-çırpına qalmışdım. Durub qapını 2 barmaq araladım. Bunun da xeyri olmadı. Bayram bürküsü içəriyə vururdu. Gün başımın üstündəki pəncərədən ötüb keçdi. Otaq get-gedə toranlaşdı. Bu toranlıq kipriklərimdə ilişdi qaldı. Gözlərimdə yuvalandı. Göyərçin, ay göyərçin! Anamın dəhşətli qışqırığı məni yuxudan ayıltdı. Ay bala, hardasan? Dik atıldım. Elə bu an başımın üstündə nəsə şarr elədi. Dalınca da qulağıma şüşə cingiltisi gəldi. Ətrafda heç nə seçilmirdi. Sanki qaranlıq quyuya düşmüşdüm. Anamın harayı, şarıltı içində əriyib yox olurdu. Göyərçin, göyərçin! Ha çalışdım ki, mən də qışqırım. Gücüm çatmadı. Dilim sanki kilitlənmişdi. Quruyub quru budağa dönmüşdüm. Hissim, şuurum elə bil ki, mənimki deyildi. Qorxunc yuxuya bənzər bir neçə an beləcə keçdi. Qəlbimin dərinliklərinə nəsə bir işartı sızdı və bu işartı ağlımı, fikrimi tərpədib oyatdı.
Əllərimi yan-yörəmə uzadaraq qorxu tilsimini sındırıb çiyinlərimdən atdım. Ana! Dəli fəryadım öz qulaqlarımı deşdi. Əlimin havasına qapını axtardım, amma tapa bilmədim. Birdən tıqqıltı eşitdim. Qaranlığı elə bir qılınc zərbəsi ilə kəsdilər. Qapının bir tayı qopub üstümə gəldi. Yana çəkilməsəydim başıma düşəcəkdi. Alatoran içində qonşu oğlanı gördüm. Əlindəki uzun lomu irəli uzadıb həyəcanlı səslə "Möhkəm yapış, buraxma" dedi. Hər şey yalnız indi mənə aydın oldu. Anam bu istinin bir çıxacağı var deyəndə haqlı imiş. Ürəyi heç vədə aldatmırdı onu. Həmişə qəlbinə daman başına gəlirdi. Yağış necə yağırdı, necə yağırdı. Bunu sözlə demək çətindir. Mən gözümü açandan belə dəhşət, belə qiyamət görməmişdim. Sanki göyün çənəsini çal-çalpaz yarmışdılar. Deyərdin, dağlardan qopub gələn şəlalənin altına düşmüşük. Gəl çıx görüm, necə çıxırsan. Hər tərəfdən su qaynayır, daş hasara alınmış həyət göl tutub göllənmişdi. Anamın hay-həşiri dörd yanı başına götürmüşdü. Ay Allah, bu nə bəlaydı biz urcaq olduq. O, boz bulanıq selabın içində qanadından vurulmuş durna kimi çırpınırdı. Mansur iki əlli anamın boynundan asılmışdı. Qorxudan az qalırdı, gözləri hədəqəsindən çıxsın. Xala, qorxmayın, qorxmayın. Qonşu oğlan anama ürəkdirək verməyə çalışırdı. Bu saat uşaqları çıxardacam. Qonşu oğlan başını itirmişdi, bilmirdi neynəsin. Rəngi dumaq olmuşdu. Məni quş kimi qaldırıb tut ağacının hündür haçasına qoydu. Tərpənmə, tərpənsən yıxılarsan ha. O şığıyı Mansurun əllərini güc bəla ilə anamın boynundan üzdü və mənim yanıma qaldırdı. Bacından möhkəm yapış. O təzədən lomu götürüb hasarın canına düşdü. Vurdu, vurdu. İstəyirdi ki, həyətdə göllənib qalan suya yol açsın. Hamımızın baxışı ona dikilmişdi. İmdad gözləyirdi. Qonşu oğlan başını qaldırmadan yorulub əldən düşənə qədər daş divarı döyəclədi. Axırda zəhmətinin hədər getdiyini yəqin eləyib, acığından palçığa batmış qapqara əlləri ilə gicgahlarını döyəclədi. Bilmirəm bunu nə ağılla tikiblər. Ümidimiz hər yandan kəsilmişdi. Üst yanımızdakı iki böyük binanın arasına kükrüyüb gələn sel çilləkən bağlayıb səntili düz bizim həyətə enən, hər iki tərəfdən daşla hörülüb suvanmış yola salmışdı. Elə bil əjdaha kimi hamımız udacaqdı. Su az qalırdı, qonşu oğlanın çiyinlərinə çatsın. Onun özünə qalsa çoxdan xilas olmuşdu. Dərd bizim dərdimiz idi. Qonşu oğlan üstündə ağac, taxta, çör-çöp üzən qapqara suyu sinəsi ilə yara-yara özünü bizə yetirdi. Boynunu irəli uzadıb qardaşıma dedi. Qorxma, qıçlarını çiynimdən aşır. Özün də iki əlli boynumdan bərk-bərk yapış. Mansur büzüşüb mənə sığındı. Onun uçunan əllərini qolumdan güclə qopartdım. Birdən ürək ağrıdan fəryadını eşitdim. Ana, ana, ana! Anam havalı kimi olmuşdu. Saçlarını yolmaclaya özünü didib dağıdırdı. Kaş ananız öləydi, bu müsibəti görməyəydi. Qonşu oğlan loma söykənə-söykənə bizdən xeyli aralandı. Əsas çətinlik hələ qabaqda idi. Həyətə enən pillələrdən qıcıltı ilə axıb gələn gürseli yarıb keçmək hünər istəyirdi. Qorxudan irəli baxa bilmirdim. Ürəyim Mansurun yanında qalmışdı. Görəsən necə olacaq? Bu bəladan qutara biləcəkmi? Anam da dəhşətdən gözlərini yummuşdu. Sifəti deyərdin ağcığala kağızdı. Onun titrək dodaqlarında çırpınan sözlərin hər kəlməsi qızmar ox kimi adamın köksünə sancılırdı. Bu günəcən kimə pisliyimiz keçib, kimə yamanlığımız dəyib, haradan urcaq olduq bu dərd balaya, niyə belə döndü bizim dönərgəmiz? Sel bir ucdan kükrüyüb gəlirdi. Elə bil ki, dalı dənizdə idi, heç vaxt sönüb səngiməyəcəkdi. Bu yaşa gəlmişdim, ancaq indiyəcən nə belə şırrama leysan görmüşdüm, nə də belə qan-qan deyən hay-haraylı sel. Qonşu oğlan birdən büdrüyüb yıxıldı. Mansur tükürpədici səslə qışqırdı. Ay ana! Sanki ürəyim qopub ayağımın altına düşdü. Mən də var gücümlə qışqırmaq istədim, lakin bacarmadım. Anamın fəryadı, harayı isə yeri, göyü yandırırdı. Ay camaat, ay adamlar, qurban olum, köməyə gəlin, balam əldən getdi. Qaynayıb qalxan bulanıq su, qonşu oğlanla qardaşımı necə udmuşdusa, onlardan bir iz, bir nişanə görünmürdü.
Anamın harayına qonşu evlərdən tökülüb gələn adamlar yuxarıdakı daş hasarın üstündə cərgə ilə donub qalmışdılar. Sanki onlar sehrə düşmüşdülər və bu sehri sındırıb bizə kömək əli uzada bilmirdilər. Mən qorxunc bir yuxu ilə dupduru bir aydınlıq arasında çırpınırdım. Dünya aləm getdikcə gözlərim qaralırdı. Birdən qapqara suyun qaranlığında nəsə tərpəndi və mən qonşu oğlanla qardaşımı gördüm. Belə anın sevinci nə ürəyə sığar, nə sözə, təsvirə gələr. Adam belə sevincdən dəli də ola bilər, havalanar da. Qonşu oğlan qardaşımı bayaqki kimi çiyninə alaraq loma söykənə-söykənə irəli yeridi. Əfi ilan təki şütüyüb gələn sel onun sinəsindən geri itələyirdi. O isə inadından dönməyərək ətrafdakı hündür evlərin balkonlarından yuxarı həyətdə şərit kimi əyilib düzələn daş hasarın üstündə cərgələnən adamların heyrətli, donuq baxışları altında bütün gücü, iradəsi ilə qarış-qarış, addım-addım irəliləyirdi. Anamın halı üzündə deyildi. Mənim isə ürəyimdə ümid işığı getdikcə artırdı. Canımdakı bayaqki qorxu, həyəcan da yavaş-yavaş çəkilib gedirdi. İnanırdım ki, bax, indicə qonşu oğlan qardaşımı ölümün caynağından alacaq. Sonra da bizim imdadımıza yetəcək. Ancaq mən bir şeyə mat qalmışdım. Ətrafdakı adamlar niyə belə eləyirdilər? Axı ölümlə bizim aramızdakı məsafə qaşla göz arasındakı məsafədən də yaxın idi. Bəs niyə onlar beləcə sakit-sakit durub baxırdılar? Birdən-birə elə qəribsədim ki, dağlar gəlib keçdi gözümün qabağından. Dağ ürəkli, istiqanlı, adam üçün canını verməyə hazır olan doğma, tanış insanları xatırladım. Bütün qorxular, həyəcanlar yadımdan çıxdı. Ürəyimə dağ təpəri, gözlərimə durna gözlü bulaqların şoxu, şəfəqi gəldi. Sandım ki, haray versəm, çağırsam dağlar, bizim ulu dağlar və bu dağların qoynunda yaşayan dağ ürəkli insanlar bircə göz qırpımında bizi bu selin, selabın əlindən alarlar. Xəyalım uzaq dağlarımızda, gözlərim isə 10-15 addım bizdən aralıda sinəsi ilə seli yara-yara qardaşımı xilas etmək istəyən o utancaq, qəlbi adamlara yaxşılıq etmək istəyi ilə çırpınan qonşu oğlandaydı. Mən ona ürəyimdə 1000 kərə, milyon kərə sağ ol deyirdim. Əlbəttə, bilirdim ki, qonşu oğlan mənim bu sağolumu eşitmir. Ancaq yenə də mən bu sözü dedikcə daxili bir yüngüllük, məmnunluq duyurdum. Qonşu oğlan ölüm dalğasını adlayanda elə bil məni göyün 7-ci qatına qaldırdılar. Sevincdən qışqırmaq istədim. Ancaq özümü birtəhər saxladım. Ətrafda o qədər adam vardı ki, anam da biraz özünə gəlmişdi. Dili ağzına sığmır, qonşu oğlanı alqış eləyirdi. Görüm səni ay oğul, heç vədə neyniyim, necə eləyim deməyəsən. Sən mənə balamı qaytardın. Tanrı mənim ömrümdən kəsib, sənin ömrünə çalasın. Atan-anan həmişə yelinə uçsun, xoşbəxt olasan. Ürəyimdə qəribə bir arzu oyandı. Nə olaydı, qonşu oğlan anamın dediklərini eşidəydi. Özüm də yaxşı bilirdim ki, bu göydə ulduz sevdası kimi bir şeydir. Elə bir yağış qonşu oğlanın selin ağzından çıxmasını gözləyirmiş. Qəfil başladığı kimi qəfil də kəsdi. Lakin bu hələ hər şey demək deyildi. Yağış səngisə də, həyətdə yığılıb göllənən suda tərpəniş hiss olunmurdu. Suyun axıb getməsi üçün divarı çapıb yolu açmaq lazım idi. Qonşu oğlan qardaşımı qonşu həyətdə qoyub tələsik geri qayıtdı. O çiyinləri ilə bulanıq, çirkablı suyu dalğalandıra-dalğalandıra bizə yaxınlaşaraq başını